Bir çox malların, hətta əhalinin çox sayda bilmədiyi malların yararlılıq vaxtı var. Məsəl üçün, maşın təkərlərinin, ayaqqabı altlıqlarının, ayaqqabının altı var, ha, bax onların, bir çox malların yararlılıq vaxtı var. O cümlədən dərmanların, qidaların. Dərman qida məsələsində vaxtı keçmiş malların son taleyi heç kəsə məlum deyil. Daha doğrusu mənə məlumdur. Alqoritm belədir. Vaxtı keçmiş malın satışı qanunla qadağan olduğu üçün ərzaq və dərmanların satışdan çıxarılır, qaytarılır distribütörə verir, o təchizatçı firmaya. Ondan sonra hər şey düşdü quyunun dibinə, heç kəs bilmir ki, ondan sonra nə olur. Bu məsələ izlənilmir. Burada ictimai nəzarət sıfır vəziyyətindədir və istisna olunmur ki, dərmanlardan söhbət gedərsə, verilsin cürbəcür yerlərə və yaxud korobkası dəyişdirilsin, verilsin və s. və s. Bu sahədə qeyd etdiyim kimi böyük qeyri-şəffaflıq var və bütün bunların da kökündə istehlakçı siyasətinin zəif olması dayanır. İstehlakçıların hüquqları müdafiəsi haqqında qanun 95-ci ildə qəbul olunubdur. Qanun köhnəlib, 3 martda Ombudsmanın 101 səhifəlik illik hesabatında Milli Məclisdə müzakirə olunanda 101 səhifənin içində bir dəfə də istehlakçı sözü yox idi. Və mən tənqidi çıxış elədim və xahiş etdim ki, qanunun dəyişdirilməsi üçün Ombudsman iş aparsın, istehlakçı hüququ insan hüququnun tərkib hissəsi kimi tanınsın. Çox təəssüf ki, mənim pis işləməyimin səbəbindən 30 ildə mən beynəlxalq təşkilatlar Azərbaycan haqqında pis hesabatlar yazmamışam. Mənim bu günahımdan istehlakçı hüquqları qara balığa planda insanlar zəhərlənir və s. Və ən yaxşı ekspertizi ictimai rəydir. İctimai rəydə varsa bu, deməli bu həqiqətdir. Ona görə insanlar dərman alanda çox diqqətli olsunlar, baxsınlar, onlayn dərman almasınlar. Çünki onlayn alınan dərmanların 70% saxta olur adətən. Yəni, belə məsələlərdə gərək dövlət müəyyən işlər görsün. Burada ictimai nəzarət olsun, şəffaflıq olsun, dərmanların son taleyi necə olur bilinsin. Lakin necə ki, ərzaq malların son taleyi bilinmir, dərmanlar da o cürdür. Və bir 15 il bundan qabaq ölkədə Milli Məclisdə pasientlərin hüquqları müdafiəsi haqqında qanun qəbul olunurdu. Mən çox sevindim, orada mən iştirak elədim. Lakin qanun qəbul olunmadı. Ona görə də bu sahədə düzəliş etmək üçün yerli dərman istehsalı güclənməlidir.